Balakən rayonunda həyətyanı ev satışa çıxarılır. Gördüyünüz kimi kubik daş ilə axıradək hasar alınmışdır. İşıq, qazı, suyu, internet xətti hamısı işlək haldadır. Asfaltın tam kənarı. Həyətyanı torpağı Kupçada 20 sot qeyd olunmuşdur. Faktiki yerində 25 sotdur. Gördüyünüz kimi evin yan tarafında meyve bağıdır. Hər cür meyvələrdən mövcuddur. Qonşular ilə aralıq Rus dəmiri ilə hasar alınmışdır. Gördüyünüz kimi bir neçə tomaq fındıqdır. Qalanı hər cür meyvələrdən əkilmişdir. Qeyd etdiyim kimi hər cür bar verən meyvə ağaçlarından həyətində mövcuddur. Faktiki 30 sot torpaq sahəsi var. Qabaqçıl vağzalından təxminən 5 dəqiqəlik yoldur. Asfaltın tam kənarıdır. Asfalt yolun qırağında yerləşir. Qeyd etdiyim kimi ehtiyat sükanı qoyulmuşdur. Evin girəcəyinin yan tərəfində maşın qarajıdır. Birinci mərtəbəsinə giriş qapısı, birinci mərtəbəsi təmirsizdir. Girəcəyində geniş qonaq otağıdır. Evdə kombi sistemi işlək haldadır. Gördüyünüz kimi qonaq otağı genişdir. Yataq otağı. Bu hissədə evin mətbəxtidir. Hal-hazırda evdə yaşayış yoxdur. Qabaqçıl vağzalından təxminən 5 dəqiqəlik yoldur. Yəni yaxınlığında yerləşir. Asfalt yolun tam kənarıdır. Hamamı, ayaq yolusu tam təmirlidir. Genişdir. Hamamın ayaq yolusunda hər iki tərəfdən belə balaca pəncərələr qoyulmuşdur, plastikdir. Girəcəyin sağ tərəfində 2 dənə yenə yataq otaqlarıdır. Çardağa giriş qapağı qoyulmuşdur. Bütün otaqlar gördüyünüz geniş otağa çıxır.
3 yataq otağı, mətbəx və hamam ayaq yoldan və bir qonaq otağından ibarətdir. Qeyd olunduğu kimi evdə hal-hazırda yaşayış yoxdur. Faktiki 25 sot həyət yanı torpağı var. Kupçada 20 sot qeyd olunmuşdur. Qiyməti 70 min manata təklif olunur. Kupçalıdır. Notarial qaydada alqı-satqı edərək əmlakı əldə edə bilərsiniz.